Değerli şagirdlər, 14-cü sualın izahına baxaq. 14-də verilənlər yazılıb. Burada MB 6-dır. AL LB hasili. AL vurulsun LB hasili 48-dir. Aha, deməli bura bir A desəm, bura bir B desəm. O zaman alıram ki, AB hasili 48-dir. Bunu yazdıq bir kənara. İndi nəyə baxaq? Bu kiçik düzbucaqlı üçbucaq və böyük düzbucaqlı üçbucaq arasında görək nə var. Bura bir alfa deyirəm. Bura 90 dərəcə. O zaman bura bir beta dedim. Alfa beta cəmin görürük 90 dərəcə. Aha, beta 90 dərəcə. O zaman bura alfa. Alfa burada o zaman oldu beta. Cəmi 90 dərəcə. İndi baxaq. Kiçik düzbucaqlı üçbucaqda alfanın qarşısı nədir? Beta. Böyük düzbucaqlı üçbucaqda alfanın qarşısı nədir? X bərabərdir. Kiçik düzbucaqlı üçbucaqda betanın qarşısı nədir? 6. Böyük düzbucaqlı üçbucaqda betanın qarşısı nədir? A. Nəyi tətbiq edirəm? Tənasübü. Çarpaz vursam A vur B bərabərdir 6x-ə. Aha, AB bizdə var. 48. Gətirib yerinə yazıram. 48 bərabərdir 6x-ə. 6x 48 isə x da 8 olacaq. Deməli bura oldu 8. A bəndi.